Leksikadan davam edək. Hansı nümunədə antonimlərdən istifadə edilməyib? Sən ayın, ulduzların nurundan yoğrulmusan. Batan gecələrimin açılan səhərlərə salamı sən olmusan. Burada gecə və səhər sözləri antonim sözlərdir və hər ikisi isimdir. Həm görsən, həm də göstər. Fərəhləri fərəhdə, qəmi də qəmdə göstər. Burada fərəh və qəm sözləri antonim sözlərdir. Fərəh sevinç mənasında, qəm isə kədər mənasında işlənmişdir. Bir kəlmə bu halım ya şadlıqdır və ya bədbəxtlik. Burada şadlıq və bədbəxtlik sözləri antonim sözlərdir. Çünki düzəltmə və mürəkkəb sözlər də antonim hesab oluna bilər. Bir qız qarlı qış günündə dibçəkdə bir gül bitirdi. Qış fəslində gülə baxıb ürəyinə yaz gətirdi. Burada qış və yaz sözləri antonim sözlərdir. İstərəm bir ana, bir bala sözü lüğətdə sözlərin önündə gedə. Burada ana və bala sözləri antonim deyil. Ona görə bir də doğru variant E variantıdır. Hansı nümunədə sinonimlərdən istifadə edilməyib? Sevinin uşaqlar, ömür gödəkdir, həyat tumarlayır, oxşayır sizi. Hələlik dünya da götürəcəkdir sizin nazınızı, şıltaqlığınızı. Burada tumarlayır və oxşayır sözləri sinonimdir. Xeyr, hər el-obanın öz adəti var, öz ənənəsi var. Burada adət və ənənə sözləri sinonim sözlərdir. El-oba sözü isə mürəkkəb sözdür və mürəkkəb sözün tərəfləri də sinonim hesab oluna bilməz. Bu hadisədən sonra o, yeni bir işə girişmiş, başladığı işi sona çatdıra bilməmişdi. Hər hansı bir işə girişməkdən başlamaq eyni leksik mənanı verir və bu sözlər sinonimdir. Ayaqlarınıza bulaşan torpaqları təmizləyin, batan yerləri süpürün. Burada bulaşan və batan sözləri sinonimdir. Eşqin meyvələri şirin olsa da, istirabları acıdır. Şirin və acı sözləri əks mənalı sözdür. Ona görə də 2 də doğru variant E variantıdır. Hansı cümlədə feilin sualına cavab verən frazoloji birləşmə işlənməyib? Bu cümlədə ümumiyyətlə frazoloji birləşmə işlənməyən variantı seçməliyik, ya da frazoloji birləşmə feilin təsriflənməyən formalasında işlənməlidir. Frazoloji birləşmə xəbər rolunda çıxış edəndə 2 cür olur. İsmi xəbər, feili xəbər. Bəs nə zaman ismi xəbər olur? Nə zaman feili xəbər olur? Frazoloji birləşmə feilin təsriflənməyən formasında işlədiləndə bu zaman ismi xəbər olur. Frazoloji birləşmə feilin təsriflənən formasında işlədiləndə bu zaman isə feili xəbər olur. Yəni frazoloji birləşmə, məsdər, feili, sifət, feili bağlama şəkilçisi varsa frazoloji birləşmənin tərkibində, o zaman ismi xəbər olacaq. Yox, təsriflənməyən formaların şəkilçiləri yoxdursa, o zaman feili xəbər olacaq. Məsələn, bunu nümunələrlə daha aydın şəkildə izah edim. Onlar ağlı başına gələnlərdir. Burada ən feili sifət şəkilçisi var və təsriflənməyən formasının şəkilçisi olduğuna görə bunu ismi xəbər götürəcəyik biz bu. Buradan qeyd edək. Ağlı başına gəldi. Burada isə təsriflənməyən formanın şəkilçiləri yoxdur. Yalnız zaman şəkilçisi var. Bu frazoloji birləşmə feilin təsriflənən formasında olduğuna görə bu feili frazoloji birləşmə olacaq. İndi variantlara baxaq. Yoluna göz dikməkdən qalmayıb yarı canı. Yoluna göz dikmək bu təsriflənən formasında işlənilib. Ona görə də bizdən isə frazoloji birləşmə işlənməyən variantı istəyir. Sonra açıq demək lazımdır ki, onların briqadası ümidlərimizi boşa çıxardı. Boşa çıxarmaq, yoluna göz dikmək, boşa çıxardı. Bu da feilin təsriflənən formasında işlənib. Birdən mən qadını tanıyarkən elə bil çiynimdən ağır yük götürüldü. Burada da çiynimdən ağır yük götürülmək frazoloji birləşmədir. Tanrı yaman gündə düşmüşük dara, bizə özün kömək ol. Dara düşmək. Bu zaman maşınlar qəzəblənib böyürür, zəhlətökən bir səslə zingildəyir. Burada zəhlətökən sözü bitişik yazıldığına görə bu söz frazoloji birləşmə deyil.
Zəhlətökən sözü əgər bitişik yazılırsa, o zaman bu mürəkkəb sifətdir. Əgər zəhlətökən sözü ayrı yazılsaydı, o zaman frazoloji birləşmə olardı. O zaman frazem olardı. Ona görə üstdə doğru variant E variantıdır. Zəhlətökən sözü mürəkkəb sifətdir, frazoloji birləşmə deyil. Dördüncü sualdan davam edək. Frazoloji birləşmə işlənsə də, həmin frazoloji birləşmə feilin sualına cavab vermir. Bu nə zaman olur? Frazoloji birləşmə feilin təsriflənməyən formasında işlənəndə feilin yox, digər ikinci tərəfin sualına cavab vermiş olur. Məsələn, ağlı başına gələndə gec idi. Burada frazoloji birləşmə feilin təsriflənməyən formasında işlənildiyinə görə anda şəkilçisi var burada. Feilin təsriflənməyən formasında işləndiyinə görə feilin yox, zərfin sualına cavab vermiş olacaq. Nə zaman gec idi? Ağlı başına gələndə. Birlikdə zərflik götürəcəyik bunu. Frazoloji birləşmə işlənsə də, həmin birləşmə feilin sualına cavab vermir. Yəni, feilin təsriflənməyən formasında işlənmiş frazoloji birləşməni tapmalıyıq. Məhəllədəki qadınlar onu darımaqdan yorulmurlar. Darımaq cırmaqlamaq mənasında işlənilir. Ona görə burada frazem yoxdur. Şairin qoşma və gəraylarının dərin dünyəvi mahiyyət daşıdığı hamımıza məlumdur. Dərin dünyəvi mahiyyət daşımaq bu məcazi mənalı bir sözdür. Burada da frazem yoxdur. Vallahi səbr edincə iştaha da düyünə düşür. Burada düşür indiki zamandadır. Düşür indiki zamandadır. Ona görə bizə isə frazoloji birləşmənin təsriflənməyən formasında işlənən variantı lazımdır. Burada işin düyünə düşməsi frazemdir, sadəcə təsriflənmə formasında işlənib. Fikirlərin alt-üst olmamış buraları tərk et. Burada mış feili bağlama şəkilçisi var. Feili bağlama. Feilin təsriflənməyən formasında işləndiyinə görə, biz də bayaq da qeyd etmişdik, feilin əgər frazoloji birləşmə feilin təsriflənməyən formasında işlənirlərsə, frazoloji birləşmə feilin yox, ikinci nitq hissəsinin sualına cavab vermiş olacaq. Ona görə də nə zaman buraları tərk et, fikirlərin alt-üst olmamış. Birlikdə bunu zərflik kimi götürəcəyik. Doğru variant D variantıdır. Yaşıllıqlar arasında boylanan evlərin qırmızı damları görünürdü. Burada frazem yoxdur. Bu məcazi mənalı bir sözdür. Məcazi məna var burada. Bürümək sözünün ifadə etdiyi mənalarla bağlı uyğunsuzluğu tapın. Fitnələrin üstə xınalanıb yatmış iki kişinin xorultusu hamamı bürümüşdü. Bürümüşdü, yəni hamama yayılmışdı. O mənada işlənib, bu doğrudur. Sonra Laçın qəfildən yapıncısını açıb Gülyazı bürüdü. Hər tərəfini bir şeylə sarmaq, yəni Gülyazı sarıdı. Bu da doğrudur. Gizlətmək. Ay bimürvət, firqətindən məcnunam, olmuşam divanə, üzüm bürümə. Yəni üzünü gizlətmə mənasında işlənilib. Ətrafını almaq. Bürüyür dövrəmi saysız ulduzlar. Bürüyür, yəni ətrafımı alır. O mənada işlənilib. Nüfuz etmək, qeyri-adi bir çiskin hər tərəfi bürümüşdü. Hər tərəfi bürümək, burada bürümək sözü ətrafa almaq, dövrəlmək mənasında işlənilib. Amma nüfuz etmək sözü isə daxilə nüfuz etməklə bağlıdır. Yəni, məni həyəcan bürüdü. Bu daxilə nüfuz etmiş bir şeydir. Ona görə də nüfuz etməkdən qeyri-adi bir çiskin hər tərəfi bürüdü. Bu mənalar bir-birinə uyğun deyil. Doğru variant E variantıdır. Düzəltmək sözünün ifadə etdiyi mənalarla bağlı uyğunsuzluğu tapın.
Təmir etmək. Monteur işıq xəttini düzəltdi, təmir etdi. Bu doğrudur. Cürbəcür vasitələrlə əldə etmək. Teatra bilet düzəltdinmi? Yəni pul düzəltdinmi mənasında işlənilib. Bu da doğrudur. Yaxşılaşmaq. Sən sonuncu iradlardan sonra xeyli düzəldin. Yəni kimsə irad göstərib ki, o yaxşılaşdırılıb. Burada yaxşılaşmaq verildiğine görə bu yanlış fikirdir. Çünki kiminsə iradlarından sonra həmin insan yaxşılaşdırılıb. Bu sözün mənası yaxşılaşdırmaqdır. Vasitə olmaq, əlini ora mən düzəltmişəm. Yəni əlini ora düzəlmənə mən vasitə olmuşam. Bu da doğrudur. Qaydaya salmaq. Qərənfil pəncərənin şüşəsinə baxıb, kələyağısını düzəltdi, kələyağısını qaydaya saldı. Bu da doğrudur. 6-da doğru variant C variantıdır. 7-ci sualdan davam edək. Başına dolamaq söz birləşməsi ilə bağlı uyğunluğu müəyyənləşdirin. Başına dolamaq həm sabit, həm də ki, sərbəst söz birləşməsi kimi düşünülə bilər. Bəli, buna həm sabit, həm də həm frazoloji birləşmə, həm də ki, sərbəst söz birləşməsi kimi düşünə bilərik. Qayğısını çəkmək frazoloji birləşməsinin sinonim kimi düşünülə bilməz. Bu yanlış fikirdir. Çünki burada bilməz dediyinə görə bu fikir yanlışdır. Çünki başına dolanmaq elə qayğısını çəkmək deməkdir bu sözün sinonimi. Bu yanlışdır. Sonra məcazi məna ifadə edən birləşmə olduqda başına fırlanmaq birləşməsi ilə sinonimlik təşkil edir. Bu doğru fikirdir. Verilmiş formada cümlədə işlədildikdə tərəfləri birlikdə cümlə üzvü olur. Bəli, bu da doğrudur. Çünki frazoloji birləşmənin tərəfləri birlikdə bir cümlə üzvü olur. Tərkibcə dəyişməyən birləşmələrdir. Bizdə uyğunluq istədiyinə görə doğrunun altından doğrunu, yanlışın altından isə yanlışı seçəcəyik. Ona görə bir də doğrunun altından doğrunu seçirik, yanlışın altında isə yanlış yoxdur. Yalnız 1 C variantı. Sarı sözü ilə bağlı yanlış fikri müəyyənləşdirin. Qoşma ilə omonimlik təşkil edə bilər. Bəli, bu söz qoşma ilə omonimlik təşkil edə bilər. Məsələn, sarı tərəf, evə sarı, evə tərəf qoşma kimi işlədə bilərik. Sinonimi qoşma ola bilər. Bəli, sinonimi qoşma da ola bilər. Məsələn, sarı tərəf, evə sarı, evə tərəf bu mənada işlədə bilərik. Sonra antonimi ola bilməz deyir. Bu fikir yanlışdır. Çünki yaranı sarımaq mənasında, bir də ki, açmaq. Sarımaq, açmaq. Yəni bu sözün antonimi də var. Ümumi qrammatik məna baxımından doğru variant C variantıdır. Ümumi qrammatik məna baxımından müxtəlif cür düşünülə bilər. Bəli, ümumi qrammatik baxımından müxtəlif cür düşünə bilər. Həm feil kimi, həm də sifət kimi düşünə bilərik bu sözü. Məcazi mənada işlənə bilər. Bəli, qəlbimi şübhə sarmışdı. Burada məcazi mənada işlənib. Uyğunsuzluğu müəyyən edin. 9-cu sualdan davam edək. Don sözü deyir omonimliyə malikdir. Bəli, bu söz omonimliyə malikdir. Həm donmaq isim kimi, həm donmaq feil kimi, həm də don paltar mənasında isim kimi düşünə bilərik bu sözü. Qatlanmaq sözü həm feil kimi düşünə bilərik, nəyəsə dözmək mənasında, həm də ki, qatlanmaq paltar qatlananda məsələn, paltarı qatlamaq mənasında düşünə bilərik. Bu söz də omonimliyə malikdir. Sonra tək sözü deyir omonimliyə malik deyil. Bu fikir yanlışdır. Çünki tək sözü omonimliyə malikdir. Bir sifət kimi, bir də ədad kimi düşünə bilərik bu sözü. Həm də qoşma kimi də düşünə bilərik bu sözü. İsim kimi düşünə bilərik. Məsələn, tək adam sifətdir. Yerin təki, dibi mənasında isimdir. Qoşma kimi məsələn sənin tək. Bunu qoşma kimi düşünə bilərik. Burada deyil dediyinə görə yanlışdır. Omonimliyə malik deyildir. Bu da yanlışdır. Çünki zər sözü həm oyun kimi, oyun mənasında başa düşə bilərik. Həm də ki, bəzək əşyası kimi başa düşə bilərik zər sözün. Sonra uzanmaq sözü omonimliyə malik deyildir. Bu yanlışdır. Çünki uzanmaq
həm boyatmaq mənasında işlənə bilər, həm də ki, yerinə uzanmaq mənasında da işlənə bilər. Bizdən də uyğunsuzluğu istədiyinə görə uyğunsuzluq yalnız E variantındadır. Doğru variant E. Mətndə altından xətt çəkilmiş ifadə ilə bağlı doğru fikri müəyyənləşdirin. Qab dibi yalamaq. Qab dibi yalamaq sözü yarınmaqdır, yarınanlardır, yaltaqlananlar bu mənada verilib. Qab dibi yalamağın təkcə bir mənası var. O da yaltaqlıq mənasında işlənilib. Və bu yarınmaqdır, yaltaqlanmaqdır, yarınmaqdır. Bunlar onun frazoloji birləşməsi deyil. Bu sözlər qab dibi yalamağın mənasıdır. Deyir, sərbəst söz birləşməsidir. Bu yanlış fikirdir. Çünki qab dibi yalamaq bu frazoloji birləşmədir, sabit söz birləşməsidir. Sərbəst dediyinə görə yanlışdır. İt qabı dibini yalayırdı, amma atalar yaxşı deyib ki, yeməklə doymayan yalamaqla doymaz cümləsində də eyni mənada işlənmişdir. Bu itin qabın dibini yalaması bu həqiqi mənadadır. Ona görə bu frazoloji birləşmə deyil. Mətndə tünd qara hərflərlə verilmiş hissələrdə sinonim olmasa da eyni leksik mənanı ifadə edir. Bəli, qab dibi yalamaq ifadəsi yaltaqlanmaq, yarınmaq, ondan yarınmaq mənalarında işlənə bilər. Yəni bu sözlər frazoloji birləşmə olmasa da, frazoloji birləşmədən eyni mənanı verir. Doğru variant elə C variantıdır. Doğru variant C. Qazan dibi yalamaq frazoloji birləşməsi ilə sinonimlik təşkil etmirdir. Bu yanlış fikirdir. Elə qab dibi yalamaq qazan dibi yalamaqdan eyni sinonimdir. Bir pillə yüksək vəzifədən ötürü ona da quyruq bulatdılar cümləsindəki sabit söz birləşməsi ilə sinonimlik təşkil edir. Bir pillə yüksək vəzifədən ötürü ona quyruq bulatdı. Quyruq bulatmaq bu sözün iki mənası var. Bir yaltaqlıq və ikiyüzlük mənasını ifadə edir. Amma qab dibi yalamaq isə təkcə yaltaqlıqdır mənası. Ona görə bu da doğru deyil. 11-ci sualdan davam edək. Hansı nümunədəki kökü fərqli tələffüz olunan sözün omonimi var? Yəni sözün şəkilçisi yox, yalnız kökü fərqli tələffüz olmalıdır, həm də omonim olmalıdır. Deyir, xan danışmadı, lakin əsəbləri içərisində söküb dağıdırdı. Burada yoxdur. Vaqif yağışdan sonra təmizlənib işıldayan otlara və çiçəklərə baxır, zövqlənirdi. Burada ot, dara şəklində tələffüz olunacaq. Və burada şəkilçinin tərkibi burada şəkilçinin tərkibindədir. Çiçəklərə sözündə çiçəklərə ilk kimi tələffüz olunur. Həm kökdə dəyişmə var, həm də çiçək sözü omonim sözdür. Həm xəstəlik mənasında düşünə bilərdik, xəstəlik, həm də gül. Bu mənalarda bu sözlər omonimdir. Yəni həm kök fərqli tələffüz olundu, həm də omonim sözdür. Doğru variant B variantıdır. C-də qoyun quzunun mələşməsi, atların kiçləşməsi, uşaqların ağlaşması bir-birinə qarışmışdı. Atların şəkilci fərqli tələffüz olunur. Məhəmməd bəy xanın atı aramla sürməsindən razı deyildi. Burada yoxdur. Məhəmməd bəyin dəstəsi dərəyə çönüb, atdan endi, nar kollarının arasında gizləndilər. Burada bu sualın ümumiyyətlə iki cavabı var. E də doğru variantı. Çünki dəstə sözü bir qulp mənasında işlədilir. Qulp. Həm də dəstə sözü kütlə, insan dəstəsi. Kütlə mənasında başa düşə bilərik. Və bu sözün kökü də fərqli tələffüz olunur. Dəstə. Dəstə şəklində tələffüz olunacaq. Həm kök fərqli tələffüz olunur, dəstə sözü dəstə şəklində tələffüz olunacaq. Həm də omonim sözdür. Bir qulp mənasında, bir də kütlə mənasında başa düşə bilərik. Məsələn, qapının dəstəyi, bir də ki, insan kütləsi, insan dəstəsi mənasında başa düşə bilərik bu sözü. 12-ci sualda hansı nümunədə yazılışından fərqli tələffüz olunan düzəltmə sözünün omonimliyi vardır? Yəni bu sözdə də yazılışı fərqli tələffüz olunacaq, həm də omonim kimi omonim olmalıdır. Həm düzəltmə, həm omonim. Belə bir zamanda suların donması onların işini daha da
çətinə salmışdı. Burada yoxdur. O danışarkən tarixin qanlı səhifələri əlinin gözü önündən keçdi. Qanlı sözü həm düzəltmədi, qanlı, həm də omonim sözdür. Yəni qanlı qatil mənasında deyir ki, onun qanlısı, yəni onun qatili, həm də qanı olan sifət kimi düşünəcəyik. Ona görə də bizdən həm düzəltmə, həm omonim istədiyinə görə doğru variant B variantıdır. Bir küçədə gödək boylu, çəp gözlü birisindən rast gəldim. Boylu və gözlü sözləri deyil. Sonra telli gözlərini, yaşlarını əlinin dalı ilə silə-silə evə döndü. D-də burada da yoxdur. Kazım balınca söykənib yorğanı döşünə çəkmişdi. Yalnız başı görünürdü. Söykən. Burada da yoxdur. Gör. Burada da yoxdur. Hansı cümlədə abırını ətəyinə bükmək frazoloji birləşməsi ilə eyni mənanı verən, lakin onunla sinonim olmayan söz işlənib? Yəni bunun mənasını istəyir, sinonimin yox. Abırını ətəyinə bükmək ifadəsi ümumiyyətlə mənası bunun danlamaq mənasında işlənilir. Yəni frazoloji birləşmənin omonimi, sinonimi, antonimi də frazoloji birləşmədir. Burada isə bizdən frazoloji birləşmənin mənasını istəyir. Əsəbləşən xan onun abrını aldı. Burada yoxdur. Yağış İspaniyanı ağ yuyub qara sərdi. Burada da yoxdur. Bilirəm, yenə deyəcəksən ki, səhv edirsən, yenə məni danlayacaqsan. Bu, yəni abrını ətəyinə bükmək, danlamaqdır mənası. Doğru variant C variantıdır. Mirzə Əliməmməd qardaşının söhbətini utanaraq dinləyir, gözlərini yerdən qaldırmırdı. Burada da yoxdur. Neçə gün meşədə ac-susuz qalan Xan Məmməd təsadüfən tapılır. Burada da yoxdur. 14-cü sualdan davam edək. Deyir, hansı cümlədə bada vermək frazoloji birləşməsi ilə eyni mənanı verən, lakin onunla sinonim olmayan söz işlənib. Bada vermək sözü məhv etmək, yox etmək mənasında işlənmişdi. Məsələn, deyir ki, mən bu puç amalı uğrunda onları ölümə verə bilmərəm, yəni məhv edə bilmərəm mənasını, yox edə bilmərəm, məhv edə bilmərəm mənasında işlənməyib burada. Amma onun əsas dərdi bu idi ki, ömrünü sərf elədiyi illər hədər getmiş, qurduqları gözləri qabağında uçub dağılmışdı. Burada da məhv etmək mənasında işlənməyib. Elə bir iş görsələr, onların əlləri bir dəfəlik boşa çıxar. Burada da bada vermək mənasında işlənməyib. Bütün taxıllar quraqlıqdan zay oldu. Zay olmaq, bada vermək mənasında işlənməyib. Ağqoyunlu taxtını düşmənlərin əlindən almışıq ki, özümüz məhv eləyək. Yəni, bada vermək sözü də məhv etmək, yox etmək mənasında işləndiyinə görə bu məhv eləmək doğru variantdır. 14-də doğru variant E variantıdır. Bir uyğunluğu müəyyənləşdirin. Mədəniyyət uğrunda çalışmaq bir günlük, bir aylıq deyil, daimi işdir. Burada kampaniya sözü tədbirlə bağlıdır. Bu tədbirlə bağlıdır. Bizdən də mədəniyyətlə bağlı olan soruşduğuna görə kampaniya doğru variantdır. Kompaniya isə şirkətlə bağlıdır. Bu şirkət, bu isə tədbir. Məşədi bəy tez ayağa qalxdı, lampanın piltəsini qaldırdı. Burada lampa mənasında. Pilətə isə yemək bişirilən əşyadır. Yəni 2 dənə ədən verilən yemək bişirilən əşyadır, bir dənə ədən verilən isə lampadır. Xalq mahnı və rəqsləri əsasında yazılmış instrumental əsərlər adlanır. Bu rapsodiya adlanır. Amma burada partitura sözü səhv yazılıb. Bu partitura olmalıdır. Partitura vokal səsi, not yazısı mənasında işlənilir. Ona görə 2, 3, 5 doğru variant E variantıdır.
Omonim sözlərinin birinin sinonimi doğru, antonimi yanlış göstərilmişdir. Yəni deyir sinonim doğru olsun, antonim isə yanlış göstərilsin. Ağsaqqal sözü rəhbər, xeyr, ağsaqqal sözü rəhbər mənasında işlənməyib. Üzmək sözü üzmək, dərmək mənasında. Bu doğrudur. Üzmək, boğulmaq bu yanlış fikirdir. Bizdən də yanlışı, antonimi yanlış göstərilən istədiyinə görə doğru variant B variantıdır. Yəni bu sözün üzmək, dərmək mənasında sinonimi doğrudur. Boğulmaq mənasında isə yanlışdır. Yaxalamaq, qurulamaq, yaxalamaq sözü bu yanlışdır. Yaxalamaq, islatmaq bu da yanlışdır. Yaşlı, qarı bu sözlər sinonim deyil. Çünki sinonimlər eynilik hissəsinə aid olmalıdır. Yaşlı sözü sifətdir. Qarı isə isim. Nitq hissələri fərqləndiyinə görə bunlar da sinonim deyil. Atmaq, buraxmaq sinonimdir. Bu fikir də yanlışdır. Çünki atmaq tullamaqla sinonim ola bilər. Tutmaq bu da yanlışdır. Doğru variant B variantı. Atmağın antonimi tutmaqdır, doğrudur. Sonra bizdən isə antonimi yanlış olanı istəyirdi. Frazoloji birləşmə kimi çıxış etmir. Xoruzunu qoltuğuna vermək. Xoruzunu qoltuğuna vermək məğlub etməkdir. Əl qaldırmaq, vurmaq mənasında işlənilir. Sifət eləmək, üz turşutmaq. Gönlü suya vermək, heç bir iş görməmək. Gözqaş eləmək isə bu söz burada frazem yoxdur, bu həqiqi mənadadır. Yəni həqiqətən də kiməsə gözqaş eləyə bilərsən. O E variantı, doğru variant. Fikirlərdən yalnız birinin aid olduğu variantı müəyyən edin. Yalnız birinin aid olduğunu deyir. Frazoloji birləşmə həqiqi mənadadır. Həm frazoloji birləşmədir, həm də həqiqi mənada. Yəni həqiqi və məcazi mənada olanı tapacağıq. Yola düşmək həm top yola düşdü, həm də insan yola düşdü. Başına vurmaq, nəsə elədiyim bir şey kimisə başına vurmaq, həm də ki, nəyisə başa vurmaq mənasında işlədilə bilər. Sonra tutduğunu buraxmamaq, nəyisə tutursan buraxmırsan, həm də ki, deyirsən ki, o tutduğunu buraxmırdı. Bu mənada da işlənə bilər. Frazoloji birləşmə kimi boğazında qalmaq, həqiqətən də yemək yeyəndə nəyisə boğazında qala bilər və yaxud da ki, deyirsən ki, filan kəs mənim boğazımda qalıb da, yəni səbr eləmək mənasında. Baş beyni getmək bu frazemdir, bunun həqiqi mənası yoxdur. Ona görə doğru variant E variantıdır. Hansı sözün omonimliyi yoxdur deyir. Qala sözü həm isim kimi qala mənasında, həm də ki, od vurmaq, qalamaq mənasında, həm də qala üst-üstə yığmaq mənasında düşünə bilərik. Qol sözü deyir omonim yoxdur. Qol sözü həm insanın qolu, həm də futbolda olan qol. Kürək sözü həm bel mənasında, həm də ki, laptka mənasında başa düşə bilərik. Sonra bənd sözü həm şeir bəndi, həm də su bəndi kimi düşünə bilərik. Ətək sözü isə çox mənalı sözdür, omonim deyil bu söz. Çünki dağın ətəyi, bir də ki, donun ətəyi. Hər ikisi ilkin mənadan yaxınlığı var. Yəni dağın ətəyi də, yubqanın ətəyi də beldən aşağı olan hissəni bildirdiyinə görə, uzaqdan da olsa bir məna yaxınlığı olduğuna görə ətək sözü çox mənalı sözdür. Hansı cümlədə frazoloji birləşmə yoxdur deyir. Uşaqlar biraz yatıb gözünün acısını aldı.
deyir, frazoloji birləşmə yoxdur. Gözünün acısını almaq bu frazemdir. Söz verdim ki, bir də onun şəxsi işlərinə qarışmayacağam. Söz vermək bu frazoloji birləşmədir. Lüğətdən söz vermək isə həqiqi mənada işlənmiş sözdür. Məsələn, lüğətdən deyirsən ki, müəllim lüğətdən söz verdi. Bu həqiqi mənadadır. Lüğətdən söz vermək həqiqi mənada olduğuna görə bu həqiqi mənadadır. Söz verdim, bir də onun şəxsi işlərinə qarışmayacağam. Bu isə frazemdir. Maşın yoldan çıxıb dərəyə yuvarlandı. Maşının yoldan çıxması, ondan heyvanın yoldan çıxması bu həqiqi mənada olan bir sözdür. Amma insanın yoldan çıxması isə bu frazem ola bilər. Burada isə həqiqi mənada olduğuna görə 20-də doğru variant C variantıdır. Mən onun axırına çıxmamış əl çəkən deyiləm. Əl çəkən deyil. Əl çəkmək bu frazemdir. Sonra indi çoxları gözdən düşür. Gözdən düşmək də frazemdir. 21-ci sualda deyir, uyğunluğu müəyyən edin. Söz antonimi doğru yoxsa yanlış? İbtidai, müasir, bu doğrudur. Xırdalı, irili, bu doğrudur. Çünki antonimi irilidir. İdeal, çirkli, bu yanlışdır. Çünki ideal sözü isimdir. Çirkli sözü isə sifətdir. Necə sifət? Çirkli. Kasıb, dövlətli. Kasıb, dövlətli bu doğrudur. Çənli, aydın, bu da doğrudur. Çənli, dumanlı mənasında işlədilir. Aydın isə görünən, açıq mənasında başa düşün. Məsələn, çənli yol, yəni dumanlı yol, açıq yol, yəni aydın yol. Bu doğrudur. Bizdən də uyğunluğu istədiyinə görə doğrudan doğru. Bunlar isə heç birisi uyğun gəlmir. 22-ci sualdan davam edək. Uyğunlaşdırın. Populyarlıq, qumru, mühafizəkar. Populyarlıq toyuq cinsindən əlvan tüklü quş. Bu heç birisinə aiddir. Geniş kütlə tərəfindən tanınma, sevilmə. Bu populyarlığa aiddir. Bir də B. Göyərçin cinsindən boz rəngli quş. Bu qumru quşudur. Evləri, binaları, obyektləri qoruyan adam. Bu mühafizəçidir. Bu da heç birisinə aid deyil. Köhnə qaydaları, adət-ənənələri sevən, onlara riayət edən adam. Bu isə mühafizəkar deməkdir. Ona görə 1-də B, 2-də C, 3-də E. Doğru variant C variantı. Hansı sözün leksik mənasını dəqiq demək olur? Yəni, yalnız bir formada düşünə bilərik hansı sözü. Körpəyə sözünü 2 formada düşünə bilərik. Həm körpə, həm də körpü mənasında düşünə bilərik. Əgər Y-dan əvvəlki hissəyə baxacaqsınız. Əgər açıq saitdirsə onu qapalı sait kimi tələffüz edəcəksiniz. Qapalı saitdirsə açıq sait kimi düşünəcəksiniz. Dəliyə sözü həm dələ mənasında, həm də dəli mənasında düşünəcəksiniz. Dəri sözün həm dəri, həm də dərə. Bölgə sözün həm bölgə mənasında, həm bölgə, həm də bölgü. İşləyə sözün həm işləmək mənasında, həm də içlik mənasında. Bu sözü həm içlik mənasında başa düşəcəyik, həm də işləmək mənasında başa düşəcəyik. Ona görə burada hamısını 2 formada düşünə bilərik. Amma əgər bir variant seçmək lazımdırsa, onda eyni biz seçə bilərik. Amma bütün sözlərin hamısını 2 formada biz düşünə bilərik. Bu testdə biraz uyğunsuzluq var. Çünki işləyə sözün həm içlik mənasında, işləyə kimi düşünəcəyik, həm də işləyə sözündə tələffüzü işləyə mənasında tələffüz olunur, işləyə kimi tələffüz olunur. Ona görə də bu sözü də 2 formada düşünə bilərik.
Bütün uyğun sözləri müəyyən edin. Homonimliyi var, homonimliyi yoxdur deyir. Çap sözü. Çap sözü həm kitab çap, həm də çapmaq mənasında homonimliyi var. Çənli sözü həm su bakı, çən mənasında, həm də dumanlı çənli, e, dumanlı sözü kimi başa düşə bilərik. Bu da homonimdir. Bağlı sözü həm bağlı bağçalı mənasında, həm də bağlı örtülü mənasında homonimdir. Deyir homonimliyi yoxdur. Dad sözü yaddır, yaşdır. Bu sözlərin hər üçü homonimliyi var. Bu sözlərin də homonimliyi var. Dad sözün həm feil, həm də isim kimi düşünəcəyik. Yad sözün həm özgə yad, həm də ki, yad etmək mənasında başa düşəcəyik. Yaş sözündə insanın yaşı, bir də ki, yaş, yəni yaş paltar, sulu sifət kimi başa düşəcəyik. Bizdən uyğunluq istədiyinə görə doğrunun altına doğru homonimliyi yoxdur deyir. Bunlar da yanlış hamısı. Çünki bunların hər üçünün homonimliyi var. 1, 2, 3. Doğru variant D variantıdır. 25-ci sualdan davam edək. Deyir, məzəmmət sözünün leksik təhlilinə aiddir. Sinonimi yoxdur deyir. Qınaq, tənə, danlamaq mənasında işlədə bilərik. Yox dediyinə görə yanlışdır. Çox mənalı sözdür. Bu sözün məcazi mənası yoxdur. Bu yanlışdır. Sonra homonimliyi yoxdur. Bu sözün bəli, homonimliyi yoxdur bu sözün. Çünki biz bu sözü məcazi mənada yox, homonimliyi yoxdur. Məzəmmət. Bəli, bu sözün homonimliyi yoxdur. Danlaş mənasında deyildir. Elə bu sözün mənası danlaş mənasındadır. Deyil dediyinə görə bu da yanlışdır. Narazılıq sözü ilə məna yaxınlığı yoxdur. Yoxdur dediyinə görə bu yanlışdır. Çünki məzəmmət, danlayış, narazılıq mənalarında işlədilib bu söz. Nahamar sözünün leksik təhlilinə aiddir. Kələkötür sözü ilə sinonimdir. Bəli, nahamar, kələkötür, əyri-üyrü mənalarında işlənilir. Sonra homonimi var. Bu sözün homonimi yoxdur. Köhnəlmiş sözdür deyir. Xeyr, müştəq söz deyildir. Bu da yanlışdır. Leksik mənası yalnız bir formada izah etmək olar. Bu sözün leksik mənasını bir formada yox, bir neçə formada izah edə bilərik. Məsələn, bu sözün antonimi tapmaqla izah edə bilərik. Sözün mənasının hissələrini açmaqla izah edə bilərik. Sinonimi var bu sözün. Ona görə artıq 3 yoldan izah edə bildik. Xudbin sözünün leksik təhlili ilə bağlı uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır. Bizdən uyğunluğu izləyir. Doğrunun altından doğrunu, yanlışın altından yanlışı seçəcəyik. Egoist sözü ilə sinonim ola bilər. Bu doğrudur. Xudbin egoist elə mənasında işlədilir. Loğa sözünün antonimidir. Bu yanlışdır. Çünki loğa sözünün antonimi təvazökardır. Sinonim isə təkəbbürlü mənasında işlənilir. Homonimliyi yoxdur deyir. Xudbin sözünün bəli, homonimliyi yoxdur bu sözün. Öz mənafeyini başqalarından aşağı tutan adam, aşağı yox, öz mənafeyini başqalarının mənafeylərini üstün tutan adama deyilir xudbin. Bu da yanlışdır. Antonimi vardı. Bəli, antonimi xudbin, antonimi də təvazökardır. Bu da deyir antonimi vardı. Bəli. İndi biz də doğrunun altından doğru, yanlışın altından yanlış seçdik. 1, 3, 4. Doğru variant C variantıdır. Hansı variantda verilən sözlər sinonim deyil? Xəcalətli, üzü qara sinonimdir. Kefsiz, naxoş sinonimdir. Xəyal, utopiya sinonimdir. Xoşbəxt, bəxtiyar sinonimdir. Mülayimlik də xoş xasiyyət. Mülayimlik isimdir. Xoş xasiyyət isə sifət. Nitq hissələri fərqləndiyinə görə bu sözlər sinonim deyil. Ona görə doğru variant 28 E variantıdır. 29-cu sualda cümlələrdən birində sözlərin hamısı homonimdir. Yəni sözlərin hamısı homonimli olanı variantı istəyir. Qalan burada təkcə işdir. Tox nə bilir ki, az nə çəkir, bilmək. Bildir yedim ki, incir, indi də qarnım incir. Burada bildir. Sonra bilən az deyər, bilməyən 100.
Elə bil modal söz kimi düşünə bilərik bunu. Sonra bilmək kimi də düşünə bilərik. Mal da var, atı da. Burada mal sözü həm heyvan mənasında, həm də pul mənasında başa düşə bilərik. Danı ədat və bağlayıcı kimi düşünə bilərik. Var sözün həm xəbər, həm də ki, var-dövlət mənasında başa düşə bilərik. At sözün həm isim, həm də ki, feil kimi topat, bir də ki, at heyvan mənasında. Danı da dediyimiz kimi ədat və bağlayıcı kimi düşünə bilərik. Yəni bu cümlədə bütün sözlərin hamısı omonimdir. Hansı cümlədə işlənən qoyun sözü omonimdir? Qoyun sözü bir qucaq mənasında işlənəndə, bir də qoyun heyvan mənasında işlənəndə omonimdir. Yəni hansında həm heyvan, həm də qucaq mənasında işlənibsə, o doğru variantdır. Qoyun olasan, ot yeməyəsən. Burada heyvan qoyun mənasında başa düşülüb. Həsən ağa saatı qoyun cibindən çıxartdı, baxdı. Yəni burada da qucaq mənasında işlənib qoyun sözü. Qərarı mühafizəyə qoyun. Bu deyil, hamısı omonimdir. Xeyr, bu hamısı omonim deyil. 1 və 2. Doğru variant B variantıdır. Sonra 31-ci sualdan davam edək. Qızılı uçsa da qara torpaqlar yenə də qiymətini özündə saxlar. Verilmiş nümunə ilə bağlı doğru fikri müəyyən edin. Nümunədəki sözlərin hamısı yalnız leksik mənası var. Xeyr, burada sa və d, da ədat var. Sonra nümunədəki sözlərin yalnız qrammatik mənası var. Bu yanlışdır, çünki qızıl isimdir və leksik mənası var. Sonra bütün sözlər həqiqi mənadadır. Xeyr, torpağın qızıl udması bu məcazi mənada işlənilib. Bütün sözlər həqiqi mənadadır. Bu da bunu dedik, bütün sözlər həqiqi mənadadır deyir. Bu yanlış fikirdir. Çünki torpağın qızıl udması bu məcazi mənadadır. Omonim işlənməyib deyir. Niyə burada yetərincə omonim var? Qara sözüdür, dağ sözüdür. Bunlar omonimdir. Qara aşın qarası, bir də ki, qara rəng mənasında başa düşə bilərik. Danı həm ədat, həm bağlayıcı kimi düşünə bilərik. Ona görə də bunlar da yanlışdır. Çox mənalı söz işlənməyib deyir. Udmaq sözü elə məcazi mənadadır. Bu da yanlışdır. Ona görə bu sualın doğru cavabı yoxdur. Hansı sözün leksik mənası müxtəlif cür düşünülsə də, qrammatik mənası sabit qalır. Yəni mənaları müxtəlif cür düşünülsə də, niksələri, yəni qrammatik mənası, niksəsi eyni qalmalıdır. Sənət sözün bir formada düşünə biləcəyik. Yara sözün həm isim, həm feil kimi düşünə bilərik. Gəlir sözün həm isim, feil kimi düşünə bilərik. Qalx isim və feil kimi düşünəcəyik bu sözü də. Xal sözünü isə yalnız xal sözünü də iki formada düşünə bilərik. Həm üzdəki xal isim kimi, həm də ki, yarışda xal qazanmaq, yəni də isim. Yəni mənaları fərqli olsa da, nitq hissələri eynidir. Doğru variant C variantıdır. 33-cü sualda danışan şirin söz eşitməz, acı danışan şirin söz eşitməz. Sonra axsaqsız olmaz, sürü axsaqsız olmaz. Sonra yeyənin azarı az olar, az yeyənin azarı az olar. Doğru variant D variantıdır. Verilmiş cümlədə hansı omonim sözün məna tayları işlənilib? Omonim sözün məna tayları dərd ağladar, eşq söylədər, qızdırılmış dəmirlə qoydu izi bədənə, alpinist bir neçə 100 metr yüksəkliyə qalxdı. Burada dağ söz uyğun gələr. Çünki dərd ağladar, eşq söylədər, dağ ağladar, eşq söylədər mənasında, qızdırılmış dəmirlə qoydu iz bədənə. Yəni dağ izi mənasında, dağ çəkmək mənasında. Alpinist bir neçə 100 metr yüksəkliyə, yəni dağa qalxdı. Yəni bunların hamısında dağ sözü uyğun gəlir.
35-ci sualda hansı bənddə sözün ümumi mənaları göstərilmişdir? Akademik sözü Elmlər Akademiyasının həqqi üzvü, akademiyaya aid olan burada akademik sözü ümumiyyətlə sonu ikdən bitənlərdə vurğu həmişə əvvələ düşür. Bu sözün vurğuya görə mənası dəyişir. Ona görə bu söz homonim deyil. Akademikdir, elektrikdir, şaxtadır. Bu sözlər vurğusuya görə, mənası dəyişdiyinə görə homonim hesab olunmur. Daşı sözü bir yerdən başqa yerə aparmaq mənasında, bir də suda həll olmayan bərk cisim. Deyir ki, bu sözlərin daşı sözün həm daşı mənasında başa düşəcəyik, həm də ki, daşı kimi düşünə bilərik. Ona görə bu sözlərin başlanğıc formaları fərqləndiyinə görə biz bu sözü homonim kimi götürə bilmərik. Çünki birinin başlanğıc forması daşdır, birində isə daşıdır. Ona görə bu da aid deyil. Doğru sözü yön, tərəf, istiqamət, həqiqi, düzgün, gerçəyə doğru. Bu sözü həm yön, tərəf, istiqamət mənasında qoşma kimi düşünəcəyik, həm də sifət kimi, doğru, düzgün mənasında sifət kimi düşünə bilərik. Ona görə doğru variant C variantıdır. Söz homonim sözdür. Dəm sözü. Dəm qısa vaxt an, yəni bu dəm, bu vaxt, bu an mənasında işlənə bilər. Yarım şəffaf ipək parça, yarım şəffaf ipək parça qaz deməkdir, dəm demək deyil. Ona görə də bu yanlışdır. Əsir sözü kölə, qul, məhkum, yüzlük, dövr, bu da yanlışdır. Çünki əsir, bir də əsir mənasında düşünəcəyik. Ona görə bu da əsir sözü də homonim deyil. Verilmiş nümunədə aşağıdakı sözlərdən birinin müxtəlif leksik mənaları işlənilib. Deyir ki, bağı tutdu, şeyda bülbül naləsi, günün bağrı yandı, tikan içində. Burada tikan xar mənasında işlədilib. Mərdlər ilə gəz ki, vəfadar olur, nakəslərlə yoldaş olan pərt olur. Yəni, nakəslərlə yoldaş olan xar olur. Xar. Burada da tikan xardır. Hər iki cümlədə xar uyğun gəlir. Doğru variant A variantıdır. Sözlərin leksik təhlili ilə bağlı düzgün fikirləri müəyyən edin. Bizdən leksik təhlil istəyir. Burada isə 3-cü və 5-ci sözlərdə bunlar fonetik təhlilə aiddir. Sözlərin yazılışı və deyilişi arasında fərq yoxdur. Bu fonetik təhlilə aiddir. Vurğu eyni hecadadır. Ahəng qanunu vurğudur, hecadır. Bunlar fonetik təhlilə aid olandır. Leksik təhlilin içində verildiyinə görə bu fikirləri ümumiyyətlə çıxacağıq. Bunlar ikisi də yanlışdır. Elə bunları çıxandan sonra avtomatik cavab çıxır. 1, 2, 3. Doğru variant C. İndi isə bunları daha aydın şəkildə izah edək. Deyir, homonim sözlərdir. Bu doğru fikirdir. Çünki bitirmək də, alışmaq da, oxşamaq da, bunlar hər üçü də homonim sözlərdir. Bitirmək sözü yekunlaşmaq mənasında, bir də ağac bitdi, böyüdü mənasında işlədə bilərik bu sözü. Alışmaq, həm öyrəşmək, həm də yanmaq mənasında başa düşə bilərik. Sonra oxşamaq sözün də həm sığallamaq mənasında, həm də kiməsə bənzəmək mənasında başa düşə bilərik bunları. Yəni homonimi var, antonimləri. Antonimi oxşamaq, fərqlənmək, kiməsə oxşamaq, kiməsə fərqlənmək antonimidir. Sonra bitirmək, başlamaq antonimidir. Alışmaq, sönmək mənasında antonimdir. Deyir, sinonimi var. Bu sözün bəli sinonimi də var. Oxşamaq, bənzəmək, ondan bitirmək, yekunlaşmaq, sonra alışmaq, öyrəşmək mənasında sinonimlər də var. 1, 2, 3.
Deyir, məcazi mənada işlənə bilmir. Səbrim bitdi, yekunlaşdı mənasında düşünə bilərik. Doğru variant 1, 2, 3-dür. Sözlərin həm fonetik, həm də leksik təhlilini nəzərə alsaq, bəndlərdən biri yanlış olacaq. Həm fonetikdir, həm də leksik təhlilinə aid. Bəndlərdən biri yanlış olacaq. İşıq ötürücü, külək döyən. İşıq ötürücü sözündə x-dan sonra sait gəldiyinə görə bu işıq ötürücü olacaq. Külək döyəndə isə k-dan sonra samit gəldiyinə görə bu isə ih kimi olacaq. Biz demişdik ki, sait gələndə y kimi tələffüz olunur, samit gələndə isə ih olur. Elə doğru variant A variantıdır. Ümüşlək sözdür. Bəli, ümüşlək sözdür. Termin kimi işlənə bilər. Sintaktik üsulla yaranan sözdür. Sintaktik üsulla mürəkkəb sözlər sintaktik üsulla yaranır. Düzəltmə sözlər morfoloji üsulla yaranır. Homonimlər isə leksik üsulla yaranmış olur. Burada isə mürəkkəb sözlər olduğuna görə sintaktik üsulla yaranmış olur. Vurğuları sonuncu hecadadır. Bəli, hər ikisinin vurğusu sonuncu hecadadır. Bu da doğrudur. Mən qurban eylərəm yara canımı. Götürüb doğraya yara canımı. Alıb təpə dırnaq yara canımı. Bilmirəm dərmanı ey ana. Deyir, nümunədə fərqləndirilmiş sözlər haqqında doğru fikri müəyyən edin. Mən qurban eylərəm yara canımı. Burada yar, yara mənasında yönlü kal şəklisidir bu. İsimdir. Götürüb doğraya yara canımı. Yar, yara, yarmaq mənasında bu feildir. İsimdir, bu feildir. Alıb təpə dırnaq yara canımı. Yar, yara, xəstəlik mənasında. Düşünün burada bilmirəm dərmanı ey ana. Burada birinci yardan ikinci yar homonimdir. Çünki hər ikisinin başlanğıc forması eynidir. Hər ikisinin başlanğıc forması yardır. Başlanğıc formaları eyni olduğuna görə bu sözlər homonimdir. Sözlərin üçü də bir-biri ilə homonimlik təşkil edir. Xeyr, yalnız ikisi bir-biri ilə homonimlik təşkil edir. Sözlərin kökləri və başlanğıc formaları eynidir. Bu yanlışdır. Başlanğıc formaları yara sözüdür. Xeyr, başlanğıc forması yardır. Sonra ikinci və üçüncü misrada sözlər bir-biri ilədir. Homonimdir. Bəli, ikinci və üçüncü misradakı sözlər bir-biri ilə homonimdir. Birinci və ikinci misradakı sözlər bir-biri ilə homonimdir. Bəli, sözlərdən heç birisi bir-biri ilə homonimlik sayıla bilməz. Xeyr, birinci və ikinci misradakı sözlər bir-biri ilə homonim sayıla bilər. Hansı cümlədə frazoloji birləşmənin olub-olmadığını əminliklə demək olmur. Əminliklə demək olmur deyir. Cana gəlmiş Əli artıq xəstəxanada qalmaq istəmirdi. Cana gəlmək. Rəis iclasda bu haqda mənə söz vermişdi. Söz verməyi həm həqiqi, həm məcazi mənada düşünə bilərik. Bel ağrıyan Akifə yardım etməyə çalışırdım. Burada yoxdur. Əlbəttə ürəyi ağrıyırdı, amma tibbi düşərgə getmək istəmirdi. Ürəyi ağrıyırdı. Bu həqiqi mənada işlənib burada. Əlbəttə ürəyi ağrıyırdı, yəni həqiqi mənadadır bu. Çünki bu sözü
Ürək ağrımaq burada həqiqi mənadadır, həm də ki, məcazi mənada da düşünə bilərik bu sözü. Bunu əminliklə demək olmur. Çünki ürək ağrımaq kiminsə halına acımaq mənasında, həm də ki, həqiqətən də adamın ürəyi ağrıyır. O mənada düşünə bilərik. Yəni bu sözün frazeoloji birləşmə olub olmadığını əminliklə demək olmur. Doğru variant D variantıdır. Qanadını aç, göylərə uç. Buralarda sənə yaxşı davranmazlar, burada yoxdur. Söz vermək sözündə biz rəis iclasda bu haqda mənə söz vermişdi. Bu söz verməyi biz lüğətdən söz vermək kimi düşünsək, bu həqiqi mənadadır. Həqiqətən də müəllim lüğətdən götürüb söz verə bilər. Sözlərin birinin homonimliyi yoxdur. Deyir iç sözü. İç sözün həm isim kimi, həm də ki, içmək mənasında başa düşə bilərik, homonimdir. Hava, oyun havası, nəfəs, hava mənasında başa düşə bilərik. Qala sözü qalamaq, həm də qala mənasında başa düşə bilərik. Vergi, istedad, ilahi vergi, aylıq ödəniş mənasında da başa düşə bilərik. Alaq sözün biz bir ot alaq mənasında, bir də alaq, həm də ki, al-aq. Bunların başlanğıc formaları fərqləndiyinə görə biz bu sözü homonim götürməyəcəyik. Bir ot mənasında başa düşəcəyik, bir də feil kimi düşünə bilərik. Cədvələ əsasən uyğunluğun gözlənildiyi bəndi hansıdır? Maarifçi, bilik, mədəniyyət yayan tədbirlər sistemi sinonimdir, antonimdir. Maarifçi sözlüyü isimdir. Savadlı isə sifətdir bu. Sinonimlərdə eyni hissəsinə aid olmalıdır. Ona görə bu aid deyil. Sonra ehtiyatlı, öz hərəkətlərində, işində ehtiyat gözləyən. Ehtiyatlı sözün deyir antonimi kobuddur. Xeyr, bu yanlışdır. Çünki ehtiyatlı sözün antonimi diqqətsizdir. Bəsit sözü tərkibi mürəkkəb olmayan ünsürlərdən ibarət olan, bu doğrudur. Bəsit sinonimi sadədir, bu doğrudur. Sonra bəsit antonimi mürəkkəb. Bu doğru fikirdir. 42-də doğru variant C variantıdır. Bir ölkəni ehtiyatla ələ keçirmə, tutma, işğal deməkdir. Bir ölkəni ehtiyatla yox, zorla ələ keçirmək işğaldır. Ona görə bu yanlışdır. Rəvayət, uydurma, nağıl, boş söhbət. Rəvayət sinonimi əfsanə. Əfsanə başqa anlayışdır. Ədəbiyyatdan da aydındır. Rəvayət də ayrıdır, əfsanə də aiddir. Ona görə bunu sinonim kimi verildiyinə görə yanlışdır. 42-də doğru variant C variantıdır. 43-cü sualda deyir, uyğunsuzluğu müəyyən edin. Oxşamaq, sinonimi bənzəmək, homonim taylarının birinin işləndiyi cümlə, uşaq başını oxşayan ana sevincindən ağlayırdı. Bu doğrudur. Oxşamaq, bənzəmək mənasında. Bu da doğrudur. Yəni uşağın başını oxşayan ana sevincindən ağlayırdı. Bu da eyni mənanı verir. Əzab, istirab. Bu doğrudur. Bizdən isə uyğunsuzluq istəyir. İnci, mirvari. Bəli, bu da doğrudur. İncidim bu sözündən. Burada da homonim kimi işlənib. Dolu. Dolu sözü həm dolu kök mənasında, həm də göydən dolu yağırdı homonim kimi işlənib. Tutacaq, dəstək sözü. Doğru variant səndən də ip tutaraq irəliləməyə başla. Sən də ipdən tutaraq irəliləməyə başla. Bu yanlışdır. Tutacaq sözü. Bu söz homonim deyil. Çünki tutacaq dəstək mənasında, həm də ki tutacaq feil kimi düşünə bilərik bu sözü. Həm də tutacaq kimi düşünə bilərik. Yəni bu sözlərin başlanğıc formaları fərqləndiyinə görə
Bunlar omonim deyil. Birinin başlanğıc forması tutacaqdır, birinin başlanğıc forması isə tutmaqdır. Ona görə də omonim deyil. Uyğunsuzluq istədiyinə görə uyğunsuzluq E variantındadır. Bütün uyğun fikirləri müəyyən edin. Sözün omonim olub olmaması onun başlanğıc formasına görə müəyyən edilir. Bu doğru fikirdir. Sonra bizdən də uyğun fikirlər istəyir. Antonimlərin nitqdə əhəmiyyətlərindən biri ifadə olunan fikrin daha dəqiq qavranılmasına xidmət etməsidir. Bu da doğrudur. Sinonimlər fikri qarşı tərəfə daha dəqiq çatdırmaq üçündür. Antonimlər isə fikri qarşı tərəfə daha dəqiq qavranılmasına xidmət edir. Yəni bir də qeyd edirəm, sinonimlər fikri qarşı tərəfə daha dəqiq çatdırmaq üçündür. Antonimlər isə fikri qarşı tərəfdən daha dəqiq qavranılmasına xidmət edir. Xoşu gəlmək frazoloji birləşməsindən aslı tərəf mənsubiyyət şəkilçisi qəbul edib. Ümumiyyətlə, frazoloji birləşmənin əsas və aslı tərəfləri olmur. Çünki parçalanmır, bu sözlər sabit söz birləşməsidir. Bivəfa və vəfasız sözləri eyni şəkilçi ilə düzəldiyindən antonim deyil. Bu eyni şəkilçi ilə düzəldiyindən görə yox, kökləri eyni olduğuna görə bu sözlər antonim deyil. Bu da yanlışdır. Yəni doğrunun altından doğru, yanlışın altından da yanlışı seçəcəyik. Ona görə doğru variant 1, 2, 3, 4 bütün variantların hamısı. 45-ci sualdan davam edək. Cədvəldəki hansı sözlərin yeri dəyişdirilsə, doğruluq təmin olunar. Dekda 10 günə bərabər olan zaman kəsiyi 10 günlük, bu doğrudur. Buxarı, buxarı quş və heyvan, vəhşi heyvan tutmaq üçün alət, tələ. Xeyr, buxarı divar içində hörülmüş ocaq mənasındadır. Bu tuzaq isə budur, duzaq. Filateliya, kolleksiya üçün marka və post ödəniş nişanlarından yığıb saxlama düzdür. Format kitab nəşrlərində ölçü, bu da doğrudur. Yəni 2-dən 4-ün yerini dəyişdirsək doğru olar. B variantı. 46-cı sualdan davam edək. Fərqli variantı seçin. Doğru və ya yanlış olma baxımından. Deyir, ən az bir həqiqi məna bilən bütün sözlər omonimdir. Stol sözü və yaxud da ki 5 sözü həqiqi mənadadır, amma omonim deyil. Ona görə bu yanlışdır. Çoxmənalı sözlər sinonimlik yarada bilməz. Niyə? Bir sözün çoxmənalı olması onun omonim, sinonim, antonim olmasına mane deyil. Yəni dilimizdə yetərincə həm sinonim, həm omonim, həm antonim olan sözlər var. Leksik mənaları bir-birinə zidd olan iki söz mütləq antonimdir. Xeyr, gəl, gəlmə bir-birinə zidd olan sözlərdir, amma antonimlər deyil. Sonra sözün omonim olması həmin sözün sinonim və antonim olmasına mane deyil. Bəli, sözün omonim olması həmin sözün sinonim, antonim, çoxmənalı olmasına mane deyil. Doğru variant D variantıdır. Təkmənalı sözün də əlavə törəmə mənası ola bilər. Xeyr, çoxmənalı sözün əlavə törəmə mənası ola bilər, təkmənalı sözün ola bilməz. Doğru variant D variantıdır. Əgər cümlədə termin işlənibsə, həmin cümlə haqqında nəyi əminliklə demək olar? Həmin cümlə yalnız elmi üsluba aid mətndə olmalıdır. Publisistik və bədii üsluba da aid ola bilər. Bu yanlış fikirdir. Həmin cümlədə bütün sözlər ümumüşlək söz kimi çıxış edə bilər. Bu yanlış fikirdir. Məsələn, morfemika bu söz termindir, amma ümumüşlək söz kimi işlənmir. Bu da yanlışdır. Cümlədə ixtisas sözü var. Bəli, bunu əminliklə deyə bilərik. Həmin cümlədə ixtisas sözü var. Cümlədəki sözlərdən ən az birinin leksik mənası var. Bu da doğrudur. Ən az birinin leksik mənası var. Cümlədə ən az bir söz təkizalı deyil. Bu yanlış fikirdir. Məsələn, say termindir, amma təkizalı sözdür. 3, 4 doğru variant D variantıdır.
48-ci sualda verilmiş cümlədə işlənən frazeoloji birləşmənin və ya onların birinin omoniminin işləndiyi cümləni müəyyən edin. Əldən salınan Rasim gözlərini mənə zilləyib su istədi, ürəyi yanırdı. Ürəyi yanmaq burada susamaq mənasında işlənib. Biz də deyir omonimi, yəni halına acımaq mənasında olanı tapacağıq. Deyir ki, maqnitofonu əlindən salıb sındırmışdı, burada yoxdur. Bütün yolu günəş göydən od ələyirdi deyə ürəyi susuzluqdan yanırdı. Burada ürəyi yanmaq da susuzluq mənasında işlənib. Burada da susuzluqdan mənasında işlənib. Bizdə isə omonim olanı istəyir. Gözünü qapıya zilləyən oğlan birdən qışqırıb geri çəkildi, burada yoxdur. Onu yoldan evlərinin yaxınlığında tapıb, ürəyi yandığından xəstəxanaya gətirmişdi. Yəni halına acımaq mənasındadır burada ürəyi yanmaq. Omonimdir. Doğru variant B variantıdır. Əli ilə bataqlığın içindən batıb qalmış ağacı çölə dartmağa başladı. Burada da yoxdur. 49-cu sualda deyir omonimdir, omonim deyil, omonimdir, omonim deyil, omonimdir. Burada qurum sözü deyir təşkilat, bir his mənasında düşünə bilərik. Omonimdir. En sözün otağın eni enmək mənasında başa düşə bilərik. Bu da omonimdir. Sonra güləş. Güləş sözün həm feil kimi düşünə bilərik. Həm də güləş sözün güləş üzlü mənasında başa düşə bilərik. Həm feil kimi, həm də isim kimi düşünə bilərik, həm də güləş üzlü. Yəni Əhməd Cavadın Səsli qız əsərində deyir, çıxdı günəş, çıxdı gülər üzü ilə o bəxtəvər günəş də. Çıxdı güləş üzü ilə o bəxtəvər günəş də. Burada güləş sözü işlənib, yəni gülər üz mənasında işlənib. Bu söz də omonimdir. Sonra qundaq sözü. Qundaq sözü həm körpə mənasında, körpənin qundağı, həm də ki silah qundağı mənasında başa düşəcəyik. Bu da omonimdir. İxtiyar sözü həm yaşlı mənasında, həm də ki seçim, haqq, hüquq mənasında deyirsən ki, mənim ixtiyarım yox idi, yəni mənim hüququm yox idi. Bu mənada da omonim kimi işlənə bilər. Bizdən isə deyir omonimdir, omonim deyil. Sonra omonimdir, omonim deyil, omonimdir. Bizdən də neçə məqamda deyir uyğunsuzluq pozulub? 2 məqamda say soruşduğuna görə doğru variant B variantı. 50-ci sualdan davam edək. Hansı sözlərin qarşısında yazıldığı kimi cümlədə işlətsək, leksik məna dəyişə də bilər, dəyişməyə də bilər. Nəfs sözün eyni mənanı verir. Leksik mənası deyir dəyişə də bilər, dəyişməyə də bilər. Xeyr, bu dəyişmir. Gizli sözün gizli, həm də ki gizli məxfi mənada başa düşə bilərik. Onun leksik mənası dəyişə də bilər, dəyişməyə də bilər. Atlas sözü aid deyil. Hərf sözü bu da aid deyil. Yarın sözün əgər yazıldığı kimi cümlədə işlətsək, leksik mənası bu sözün dəyişə də bilər, dəyişməyə də bilər. Sürün sözü həm sürmək, həm də ki sürü mənasında bu sözün də leksik mənası dəyişə də bilər, dəyişməyə də bilər. 3, 4, 6. Doğru variant A variantıdır.